Ermənistanda maraqlı seçki prosesi gedir. Və əslində mən Paşinyanı ən azından sinəsində gəzdirdiyi Ermənistan xəritəsinə görə hörmət edirəm. Yəni qondarma Artsaq xəritəsi olmadan Ermənistanın öz xəritəsindən gedir söhbət. Paşinyan ermənilərə başa salmağa çalışır ki, bizim xəritəmiz, bizim ərazimiz buradır. Artıq o Artsaq deyilən ərazi yoxdur. Adam Ermənistanın öz bütöv xəritəsini sinəsində gəzdirməklə onu bir simvola çevirib. Onun müharibə vaxtı Qarabağ Azərbaycanındır deməsi çaşqınlıq deyildi əslində. Bu siyasi dillə qabaqdakı, yəni qarşıdakı hadisələrin anonsu idi. Özü də nəzərə alsaq ki, Ermənistanda çox güclü klanlaşma var. Köçəryan var, Sarkisyan var və digər partiyalar var və Qarabağı Artsaq adlandırıb illərlə onun torpağında yaşayan ermənilər var. Nə bilim, nədənsə Paşinyanın qələm əhli olduğunu, içindəki Şəngülüm uşağı, apardığı kampaniyanı, ən əsası region və öz ölkəsi üçün nəyin faydalı olduğunu ayırd etməsini, daha doğrusu dərk eləməsini alqışlayıram. Məncə ermənilər Xankəndidəki o Tatik Papik heykəlindən əllərini üzüb, elə Ermənistanın özündə, İrəvanın mərkəzində Nikol Paşik heykəli ucatsınlar və bir dəfəlik başa düşsünlər ki, müharibəni Ermənistan uduzmayıb. Onların o dırnaqarası Artsaq respublikaları uduzub. Ermənistan müharibədən sonra çox şeylər qazanıb. Paşinyan heç görmədiyi masalara əyləşib, heç görmədiyi siyasi liderlərlə başa-baş gəlib, yan-yana durub şəkil çəkdirib və bundan sonra da qapılar Ermənistanın üzünə açılmağa başlayır. Yəni əslində Ermənistan müharibədən qazancla çıxıb.